Hamza salamlar, əziz Atabala TV izləyiciləri. Bu gündən sizlərlə bildirçin və digər heyvanlar haqqında məlumatları göstərəcəyəm. Və Sabunçu bit bazarından aldığımız bildirçinlər haqqında sizə bir çox məlumatlar verəcəyim. İlk öncə onlar nə yeyirlər və neçə günlüklərində yumurtlamağa başlayırlar, ondan danışacağam. Hər bir qəfəsdə belə bir erkək bildirçin olmalıdır. 2 və ya daha çox bildirçinin olmağı gərəkli deyil. Çünki bildirçinlər ən çox da erkəkləri çox vaxt yer üzərində dava edir və axırı ölümlə gəlib çıxır. Bu bildirçinimiz yumurtlayan bildirçindir, erkəyin yanındakı və bir dənə bu yumurtlayır. Digər bildirçinlərimiz isə inşallah ki gələn dəfəyə, yəni 5-6 günə yumurtaya düşəcək. Sizə aldığım bildirçinlər haqqında məlumatlar verəcəyəm və bildirçin digər quşlar saxlamaq istəyən şəxslərə biraz əlavə məlumat verəcəm ki, məlumatlı olsunlar və nə edəcəklərini rahat bilsinlər. Bu yumurtamız şükür Allah'a ki səhər yumurtlanıb. Yenidir və göstərdiyim bayaqki bildirçin yumurtlayır. Bu formada fen və digər qutulardan üçbucaq formasında bir qutu düzəldib heyvanlarınızın yumurtlamasına kömək ola bilərsiniz. Tikili su və ya təmiz suyun fərqi yoxdur. Hər cürə sular içirlər. Yeni və bala bildirçinlərə un, yəni toz formasında yemlər çox məsləhətlidir. Çoxdan qalmış yeməklərinizdən, köhnəlmiş yeməklərinizdən varsa, böyük ehtimalla qurdlar basacaqdır. Bu yeməyi atmayın və saxladığınız bildirçinlərə verin. Bu qurdlar protein kimi istifadə olunur və bildirçinlərin yumurtlamaya düşməsinə daha tez kömək olur. Bildirçinlər neçənci günlərində yumurtlayır? Normal bildirçinlər 5, 7, 8 həftəliyində yumurtlamağa başlayırlar. Əgər siz yaxşı baxsaz və 14-16 saat işıqda olarlarsa, işıq yəni belə formada işıqda olarlarsa, böyük ehtimalla 5 həftəliyində artıq yumurtlayacaqlar. Mənkilər bir dənəsi 8 həftəlikdir. O da yumurtlayan bu bildirçin yuxarı baxan. Digərləri isə hamısı 35 günlüklərdir. Həm də ki bunlarda işıq çox olmadığına görə məncə biraz gec yumurtaya düşəcəklər. Amma yenə də biri yumurtlayır. Bu əlbəttə ki böyük bir nəticədir. Bildirçinlər suyu çox sevən heyvanlardırlar. Əsasən də yeməklərini. Ona görə də hər gün 5-6 qab su, 1-2 qab da yeməklərini doldurun. Mən 2 qab yemək eləmişəm, çünki dalaşırlar yemək yeyəndə, yəni yeməyə görə. Çoxlar bir-birlərini vururlar, axırda bir-birlərini öldürürlər. Buna görə də mən nə baxırsan 2 qab qoymuşam. Məncə bu əladır, şükür Allah'a ki dənliyirlər indi. Maşallah olsun. Bu isə həmişə bu yemin içinə gedir. Böyük ehtimalla yumurtaya yaxındır. Yumurtalar yaxındır, ona görə də yemin içinə girib eşələnir ki, özünə yer düzəltsin. Və artıq yavaşca səsini çıxardır. Bu da onun yumurtlamağa artıq hazır olduğunu göstərir. İnşallah ki yumurtlayar. Qaldı ki bildirçinlərin qiymətinə. Normal bildirçin 3 manata, çöl bildirçini isə 5 azeyinə satılır. Qiymət fərqi isə çöl bildirçinlərinin əti həddən artıq çox olur, 200 kiloya yaxındır və çox yekə olur. Lakin ev bildirçinləri, yəni Çin bildirçinləri ətləri az olur, 500 qram, 400 qram olur. Ona görə də bunlar 3 manatadır. Erkək və dişi fərqi olmur, elə eyni qiymətdə olurlar hamısı. Dostlar, bugünlük bu qədər. Sağ olun, salamat qalın. Əgər belə videoların gəlməsini istəyirsinizsə, kanalımıza abunə olub videolarımızı bəyənin.